Məşhur Türkiyəli müğənni Tarkan 29 avqustda Marmarisdə yerləşən lüks oteldə yalnız 400 nəfərin iştirak edəcəyi özəl konsert proqramı ilə çıxış edəcək. Təbii ki, Mixarı dinləmək istəyənlər yüksək qiymətli paket gözləyir. Bilet almalıdırlar da, yəqin, yaxud içəri daxilə olanda ödəniş etməlidirlər, ya onlayn ödəniş etməlidirlər. Hansı formadasa olacaq, əsas odur ki, onu dinləmək üçün böyük pullar xərcləyəcəklər. Gəl konuşalım, proqramımızı jurnalist Mehmet konsertin keçiriləcəyi otellə əlaqə saxlayaraq konsertlə bağlı məlumat etdiyini bildirib. Onun sözlərinə görə konsertə qatılmaq istəyənlər oteldə ən azı 2 gecə qalmalıdırlar. Səhər yeməyi və qalma xərcləri daxil olduqda xüsusi paketin qiyməti 500.000 Türkiyə lirası, təxminən 17.000, hardasa 18.000 manat bizim pulumuzdan təşkil edir. Bu məbləğ qonorar iştirakçılarını da təəccübləndirib. Verilişin aparıcılarından Hakan Hatipoğlu bu məbləğdə bir maşının qiyməti sözləri ilə deyib və burada əlaqə nömrələr var. Bağça Humay uşaq bağçasıdır, körpələr evidir, rəhbəri Ruhiyyə xanımdır. Bu bağçaya güvənə bilərsiniz. Körpələrinizi məhz bu bağçaya aparın. Humay körpələr evinə, uşaq bağçasına əlaqə nömrə var burada. Ruhiyyə xanım, mən bilirəm uşaqları siz çox sevirsiniz.